Hörmətli izləyicilər, bir daha sabahınız xeyir. Azərbaycan və Ermənistan arasında sülh gündəliyində irəliləyişlər var. Belə ki, ötən gün Sədərək və Arazdayan dəmir yolu sahəsinin cari vəziyyətinə baxış keçirilib Azərbaycan və Ermənistan nümayəndələri arasında. Əsas məqsəd odur ki, hazırda həmin ərazinin yaxın gələcəkdə istifadəyə yararlı olub-olmadığını müəyyənləşdirməkdir və bu istiqamətdə tərəflər fikir mübadiləsi də aparıblar və yəqin ki, yaxın müddətdə, yaxın gələcəkdə bu prosesin də davamı gələcək. Biz Ermənistanı qeyd elədik. Ötən gün Nikol Paşinyanın maraqlı açıqlamaları var idi. Eyni zamanda İranda baş verən aksiyalar, etirazlar çərçivəsində bilirsiniz ki, son həftələrdə İranda kütləvi etirazlar davam edir, vəziyyət gərgin olaraq qalmaqdadır və bu proses çərçivəsində Ermənistanda yerləşən İran səfirliyinin qarşısında da etirazlar baş verib bu günlər ərzində. Bir neçə gün bundan öncə Tehrandakı İran səfiri bu məsələyə münasibət bildirib sərt şəkildə və elə qələmə verib, güya Ermənistan tərəfi buna şərait yaradır, bu etirazlara şərait yaradır və İran səfirinin bildirdiyinə görə düşmən tərəfinin aksiyalarına şərait yaratmamalıdır rəsmi İrəvan. Nikol Paşinyanın bu məsələyə münasibəti oldu, cavab verdi bir növ İran səfirinə və Ermənistan hökumət başçısı bildirdi ki, Ermənistanda ümumiyyətlə İrandan gələn bəyanatları diqqətlə izləyirlər, amma onu da nəzərə almaq lazımdır ki, Paşinyanın sözlərinə görə 2018-ci ildən bəri Paşinyan deyir ki, Ermənistan ərazisində hər hansısa aksiyanın qarşısı alınmır və ayrı-ayrı hadisələrdə də Ermənistan hökuməti selektiv yanaşa bilməz. Amma buna baxmayaraq Ermənistan hökumət başçısı vəd verib ki, əgər hər hansısa qanun pozuntusu baş verərsə, təbii ki, Ermənistan hüquq mühafizə orqanları məsələyə müdaxilə eləyəcək və istənilən qanunankənar hərəkətin deməli qarşısını alacaq. Amma hesab eləyir ki, Ermənistan baş naziri orada Ermənistan ərazisidir. Baxmayaraq ki, səfirliyin qarşısıdır və Ermənistan vətəndaşları rahat şəkildə öz etirazlarını bildirə bilərlər. Mən regiondan danışdım. Regionu maraqlandıran məsələdir, bilirsiniz ki, İranda baş verən etirazlar və bu məsələ təkcə İranın özünü yox, eyni zamanda qonşu ölkələri də narahat etməyə bilməz. Məsələyə ötən gün Türkiyənin baş diplomatı, Xarici İşlər naziri Hakan Fidan münasibət bildirib və düzdür, hazırda İran ətrafında gedən söz-söhbətlər, Donald Trump tərəfindən, qərb tərəfdən gələn bəyanatlara biz diqqət yetirsək, onu müşahidə eləyə bilər ki, artıq 2 gün öncəyə nisbətən vəziyyət biraz soğuşub. Çünki Donald Trump açıqlamışdı ki, bir müddət bundan öncə İranda qətillər artıq dayandırılıb. Bu səbəbdən hələ ki, İrana qarşı kəskin addımların atılması gözlənilmir, amma istənilən halda hər bir variant masanın üzərindədir. Əgər bu proses davam etsə, rəsmi Vaşinqtonda prosesə müdaxilə eləyəcək. Bununla bağlı istər Birləşmiş Ştatların digər rəsmiləri, istərsə də Ağ Evin mətbuat katibi Caroline Leavitt də münasibət bildirib bu məsələyə. Qayıtmaq istəyirəm Hakan Fidanın açıqlamasına. Hakan Fidan bildirib ki, əgər həqiqətən də eskalasiya baş verərsə, geniş miqyaslı hər hansı əməliyyat baş verərsə, hadisə nəticəsində baş verə biləcək kütləvi miqrasiya üçün artıq Türkiyə lazım olan bütün tədbirləri görüb, istər Türkiyəli diplomatların təxliyəsini, istərsə də orada yerləşən əhalinin Türkiyəyə kütləvi şəkildə axını üçün artıq bütün tədbirlər görülüb. Hakan Fidanın bildirdiyinə görə Türkiyə təcrübəsində belə bir hadisələr baş verib. Bilirsiniz, Suriya ilə bağlı, bir sıra digər ölkələrlə bağlı. Bu səbəbdən artıq rəsmi Ankara bu məsələdə təcrübəli sayır özünü və ümid eləyirlər ki, bu proses baş verməyəcək, geniş miqyaslı eskalasiya regionda yaşanmayacaq. Digər tərəfdən isə artıq sərhəddə də müəyyən hazırlıq işləri görülüb. Müxtəlif xəndəklər qazılıb, bir neçə kilometrlik, eyni zamanda bir neçə kilometrlik hasarlar hörülüb və digər proseslər də həyata keçirilib. Onlardan biri də 300-dən çox deməli müşahidə gülləsinin quraşdırılmasıdır və Hakan Fidanın bildirdiyinə görə, Türkiyə Milli Müdafiə Nazirliyinin bildirdiyinə görə fasiləsiz olaraq regionda, yəni sərhəd regionunda pilotsuz uçuş aparatları vasitəsilə deməli müşahidə işləri həyata keçirilir.
verilir. İrandan söz açmışkən, ötən gün Ağ Evin mətbuat katibi Caroline Leavitt açıqlayıb ki, İranda məhz Donald Trumpın müdaxiləsi nəticəsində 800 nəfərin edam qərarı dayandırılıb. Elə bu kontekstdə Ağ Ev rəsmisi qeyd edib ki, Donald Trump ümumiyyətlə bu məsələni regiondakı tərəfdaşları vasitəsilə diqqətdə saxlayıb. Elə regiondakı tərəfdaşlardan söz açmışkən, bilirsiniz ki, böyük bir eskalasiyanın qarşısını almaqda region ölkələri də vacib rol oynayıb. Mən bu xüsusda Səudiyyə Ərəbistanı, Oman və Qətəri xüsusilə vurğulamaq istəyirəm. Amma bizdə Birləşmiş Ştatlar gündəmi təkcə bununla yekunlaşmır. Bir neçə gündür ki, Donald Trump Venezuela ətrafında mövzula hallanır və ötən gün Venezuela müxalifətinin lideri Machado Ağ Evə gəldi. Çoxdandır gözlənilən görüş baş tutdu. Çoxdandır gözlənilən görüşün olduğunu artıq Donald Trump bizə daha əvvəllər də demişdi. Açıqlamalarında biz bunu görürdük. Amma böyük ehtimal ki, Donald Trump bu görüş əsnasında nələrin baş verəcəyini artıq bilirdi. Bu səbəbdən dəfələrlə açıqlamışdı ki, bu görüşü səbirsizliklə gözləyir və görüş baş tutdu. Bir saata yaxın davam elədi. Əvvəlcə görüşdə hansı məsələlər müzakirə olundu, bunu açıqlamadı nə Donald Trump, nə Venezuela müxalifətinin lideri. Amma daha sonra Machado açıqlamasında bildirdi ki, ona bir müddət öncə verilən Nobel sülh mükafatı medalını Donald Trumpa təqdim eləyib və onun sözlərinə görə məhz Venezuela xalqına gətirdiyi azadlıq müqabilində bu azadlığa sadiq olduğu üçün kadrlardan da görür bizim tamaşaçılarımız və nəhayət ki, Donald Trump çoxdan da arzuladığı, bəli, biz artıq... Nobel mükafatı qazandı demək olar, yoxsa Nobel mükafatı ona hədiyyə edildi? Bu ikinci əl kimi belə, yəni bilmədiyim üçün soruşuram. Çünki Nobel mükafatı xanım Machado xanıma verilmişdi. Machado xanıma nəyə görə verilmişdi Nobel? O müxalifətin lideri idi. Müxalifətin lideri idi və Nobel deməli rəhbərliyinin qərarına əsasən bir növ mübarizə aparırdı Nikolas Maduroya qarşı, ölkə daxilində olan proseslərə qarşı müdaxilə. Bir çox təhlükələri, hətta həyati təhlükələr daxil, onları belə deyək, gözə alaraq bu yolundan çəkilmirdi. Yəni mübarizəsindən çəkinmədiyinə görə həm də. Bəs belə icazə varmı ki, sənə Nobel mükafatı verir və sən də götürsən? Elə gəlirdim o məsələyə, sözüm ona gəlir. Nobel sülh mükafatının rəhbərliyi bir müddət, həmin komitə bir müddət bundan öncə, bir neçə gün bundan öncə belə bir açıqlama yaymışdı ki, əgər sizə Nobel sülh mükafatı verilirsə, siz onu sata, başqa şəxsə verə, ötürə bilmərsiniz. Amma görünən odur ki, Donald Trump üçün heç bir əhəmiyyəti yoxdur bunun, eyni zamanda Machado üçün. Və maraqlı məsələ ondan ibarətdir ki, dünyanın digər liderləri, Avropa liderləri, eyni zamanda bu mükafatın komitəsi bu prosesə necə münasibət göstərəcək, hansı açıqlamalar verəcək. Bəli, məsələ də budur ki, yəni biraz belə qəribə gəldi mənə. Bu beynəlxalq hüquqla bağlı bir çox məsələlər də biz görürük ki, okeanın o tayında sanki yoxmuş kimi davranılır. İndi Nobelin qaydalarına da biraz yoxmuş kimi davranılıb. Xanım Machado ilə açıqlanmayıb, Süleyman bildirdi ki, nə danışılıb. Amma mənim özümə şəxsən çox maraqlıdır. Nəyə görə maraqlıdır? Çünki Maduro elə ilk dəfə, belə ilk günlər hansı ki, yaxalanaraq gətirilmişdi Amerika Birləşmiş Ştatlarına və Donald Trumpa suallar ünvanlanırdı ki, o müxalifət liderini ölkə başçısı olaraq Venezuelada görmək istəyirmi? Heç də isti münasibət bəsləməmişdi buna Donald Trump ki, onu biraz da zəif xarakter adlandırmışdı. Bəli, liderlik keyfiyyəti zəif olduğunu, liderlik keyfiyyətinin aşağı olduğunu bildirmişdi. Amma indi görəsən fikri dəyişibmi? Çünki siyasətdə hər an hər şey dəyişə bilir. Bu görüşdə nələr danışılıb? Yəni ki, bir müddət sonra üzə çıxar bu məsələlər. Açıqlanacaq, bəli. Mən eyni zamanda bilirsiniz ki, bu proses ətrafında diqqət mərkəzində olan məsələlərdən biri də Venezuela neftidir. Baxmayaraq ki, Nikolas Maduro ələ keçiriləndən sonra Fransa Xarici İşlər Nazirliyi, eyni zamanda Fransa hökuməti səviyyəsində bu məsələyə kəskin deməli tənqid olundu. Birləşmiş Ştatları tənqid edildilər, amma ötən gün əldə etdiyimiz məlumata görə təbii ki, beynəlxalq media, xarici mediaya əsasən Fransa şirkətləri artıq Birləşmiş Ştatlara müraciət edib ki, onlar Venezuelada neft ixrac edə bilsinlər. Yəni belə bir maraqlı açıqdır. Fransa eyni zamanda İspaniyanın Repsol şirkəti. Biznes maraqları hər zaman necəsə. Tragikomik bir situasiyadır. Yəni sən özün elə göstərsən ki, Amerika Birləşmiş Ştatları düzgün hərəkət
eləmir. Amma digər tərəfdən Amerika Birləşmiş Ştatlarına deyirsən ki, mənə də cəzi ver və yaxud da neftdən mənə də ver. Olan olub, keçib biz biznesimizə, iqtisadi belə deyək, tərəfdaşlığımıza davam eləyək. Belə dostlar, məndən bu günlük, bu saatlıq və bu həftəlik düşünürəm ki, bu qədər. Növbəti günlərdə və növbəti həftələrdə dünyada və regionda baş verən proseslərdən tamaşaçılarımızı xəbərdar eləməyə davam eləyəcək. Çox sağ olun. Təşəkkür edirik. Hörmətli izləyicilər, xəbərin zamanını izləyirdiniz. İndi isə qısa araya keçid edirik.